Salam Fuad müəllim, xoş gördük sizi. Sizin fəaliyyətinizlə bağlı qısaca olaraq izləyicilərə məlumat vermək istəyirik. Düzdür, sizi tanıyırlar, illərdir peşəkar fəaliyyətiniz var, amma istərdik ki, öz dilinizdən bizim TV-yə buyurun həkimlik fəaliyyətinizlə bağlı qısaca olaraq danışın. Mən Fuad Abdullayev Paşaoğlu, 1966-cı il təvəllüdlü, 59 yaşında, 1993-cü ildə Tibb Universitetini bitirmişəm, 93-94 internatura dövrü və sonraki illərdə 96-cı illərə qədər mülki xəstəxanalarda çalışmışam. 96-cı ildən 96-cı il və 2005-ci ilə dək Ensaylı hərbi hissədə, hərbi hospitalda baş ordinator, lor vəzifəsində çalışmışam. O illərdə müxtəlif vaxtlarda 96, 97, 98-ci illərdə Mərkəzi Hərbi Hospitalda otorinolaringologiya üzrə kurslarda olmuşam. 2005-dən ordudan təxris olunduqdan sonra o vaxtdan bəri Mərkəzi Dənizçilər Xəstəxanasında, lor şöbəsində, lor şöbəsinin müdiri və lor kimi fəaliyyətim olub. Müxtəlif əməliyyatlar edirəm. Yəqin çox güman ki, Instagramda, Facebook səhifəsində mən icra etdiyim əməliyyatların foto şəkilləri və əməliyyatların video görüntüsü var.